Oruc insanın düşüncesine, davranışına ve daxili alemine toxunan derin bir terbiye mektebidir. Zahiren baxanda bu ibadet yalnız yemək ve içməkdən uzaq qalmaq kimi görünə bilər. Amma əslində oruc insanın öz nəfsi üzərində qurduğu nəzarətin, iradəsinin və mənəvi oyanışının ən güclü yollarından biridir. Lakin orucun həqiqi mahiyyəti insanın daxilində baş verən dəyişiklikdə gizlidir. Oruc insana öz istəklərinə nəzarət etməyi, tələskən nəfsini sakitləşdirməyi və həyatın içində bəzən unudulan mənəvi həqiqətləri yenidən xatırlamağı öyrədir. İnsan gün ərzində aclıq və susuzluq hiss etdikcə, əvvəllər adi hesab etdiyi nemətlərin əsl dəyərini daha aydın anlayır. Bir qurtum suyun belə necə böyük bir lütf olduğunu hiss edir. Oruc insana öyrədir ki, sahib olduqlarını normal qəbul etmək əvəzinə onların qiymətini bilsin və nemətin arxasındakı Rəbbini xatırlasın. Quran-ı Kərimdə orucun vacibliyi və məqsədi açıq şəkildə bəyan olunur. Allah buyurur ki, oruc sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, bəlkə təqvalı olasınız. İmam Əli əleyhissalam buyurur ki, neçə insan oruc tutur, amma onun payı yalnız aclıq olur. Bu söz bizə xatırladır ki, oruc yalnız zahiri bir hərəkət olmamalıdır. Əgər insanın davranışı dəyişmirsə, dili saflaşmırsa, qəlbi yumşalmırsa, o zaman ibadətin ruhu tam yaşanmır. İmam Sadiq əleyhissalamsa buyurur ki, oruç tutduqda qulağın, gözün və dilin də oruç tutsun. Yəni insan yalnız yeməkdən deyil, yalandan, qeybətdən, haram baxışdan və qəlbi qaraldan düşüncələrdən də uzaq qalmalıdır. Müasir elmdə göstərir ki, oruc bədən üçün faydalı təsirlərə malikdir. Oruc zamanı həzm sistemi müəyyən bir fasilə alır. Bədən daxili tarazlığı bərpa etməyə yönəlir. Hüceyrə səviyyəsində yenilənmə prosesləri aktivləşə bilir. Bu ibadət bədənə sadəcə məhrumiyyət deyil, eyni zamanda bir istirahət və bərpa imkanı verir. Düzgün və sağlam şəkildə tutulan oruc insanın ümumi fiziki vəziyyətinə müsbət təsir göstərir. Lakin orucun ən böyük təsiri yenə də ruh üzərindədir. İnsan oruc zamanı daha çox düşünür, daha çox daxilinə yönəlir. Günlük həyatın səs-küyündə bəzən eşidilməyən vicdan səsi bu ibadət zamanı daha aydın hiss olunur. İnsan anlayır ki, hər istədiyini etmək azadlıq deyil. Oruc insana iradə, səbr və daxili sabitlik qazandırır. Aclıq hissi insanın qəlbində mərhəmət duyğusunu gücləndirir. İnsan ehtiyacın nə olduğunu yaşayaraq anlayır və başqasının halını daha dərindən hiss edir. Nəticədə oruc sadəcə yeməkdən uzaq qalmaq deyil. Oruc insanın nəfsi ilə mübarizəsi, qəlbinin saflaşması və Allaha doğru atdığı sakit, amma çox dəyərli bir addımdır. İnsan oruç tutanda yalnız ac qalmır, o yavaş-yavaş dəyişir, daxilən təmizlənir və ruhən güclənir. Bəlkə də bu oruc sənin həyatında kiçik görünən, amma böyük iz buraxan bir başlanğıc olacaq. Allah üçün imtina etdiyin hər istək sənin dəyərini yüksəldir. Özünü bu gözəl fürsətdən məhrum etmə. Bir niyyət et. Kim bilir, bəlkə də həyatında ən gözəl dəyişim məhz bu orucla başlayacaq.